Salamlayıram hər birinizi yeni mövzu izahatından. Biz sizinlə bugün Avropada həyata keçirilən Reconquista hərəkatı barədə danışacağıq. Bundan əvvəlki mövzumuzda səlib yürüşləri barəsində danışmışdıq. Səlib yürüşləri Şərqi Aralıq dəniz ölkələrinin müsəlmanlarına qarşı törədilmişdi və biz bilirik 750-ci ildə Avropada Pireney yarımadasında, yəni İspaniyanın yerləşdiyi yarımada nəzərdə tutulur burada. Həmin bu Pireney yarımadasında Kordova Əmirliyi adlanan bir müsəlman dövlət var idi. Əməvilər sülaləsi tərəfindən idarə olunurdu. Və artıq biz Kordova Əmirliyi barədə qısa bir məlumat versək, Kordova Əmirliyi 911-ci əsrlər Avropada inkvizasiya məhkəmələri sürərkən, xəstəliklər gedərkən, Avropalılar elmdən uzaq bir-birlərini qırıb öldürüb, iqtisadi həyatlarını, mədəni həyatlarını iflis elədikləri bir dövrdə adətən Avropada işıq saçan bir mayak idi. Belə ki, Kordovada bir sıra elm mərkəzləri var idi. Bir çox elm öyrənmək istəyənlər Kordova Əmirliyinə gəlirdilər. Hətta Kordova Əmirliyində axşamlar yollarda hərəkət asanlaşdırmaqdan ötəri gecə lampalarına qədər quraşdırılmışdı. Bundan başqa Pireney yarımadasında Kordova Əmirliyində, yəni bir sıra ticarət gəmiləri Şimali Afrika ölkələri, Şərqi Asiya ölkələri ilə ticarət əlaqələri saxlayır və ölkədə bir sıra elmi texniki yeniliklərə imza atılırdı. Hətta bugünkü gündə Sevillada və həmçinin Granadada qalan memarlıq kompleksləri var ərəblərə aid. Bunların içərisinə Əl-Kəsar qalası, bundan başqa Elhambra sarayı, bunları bu qismə biz aid edə bilərik. Lakin ərəblərin Avropadakı hakimiyyəti uzun müddət qala bilmədi. Belə ki, Reconquista hərəkatı başladı. Reconquista hərəkatının mənası nədir? Reconquista Roma papası tərəfindən elan olunan və müsəlmanların Pireney yarımadasından sıxışdırılıb, qovulub çıxarılmasını belə deyək, nəzərdə tutan bir plan idi. Və bunun nəticəsində Roma papası Pireney yarımadasındakı müsəlmanlara qarşı da səlib yürüyüşü elan edir. Müqəddəs yürüyüşə çağırır və beləliklə 11-ci yüzilliyin əvvəlində belə deyək, Kordova Əmirliyi artıq zəifləmiş və əvvəlki qüdrətini itirmişdi. Əvvəllər o Reconquista hərəkatına qarşı müqavimət göstərə bilsə də artıq 11-ci əsrdə Kordova Əmirliyi bir sıra xırda əmirliklərə parçalanmış deyə Reconquista hərəkatına tab gətirə bilmirdi. Belə ki, artıq səlibçilər elə bir vəziyyət yaratmışdılar ki, artıq 13-14-cü yüzilliyə gəldiyimizdə Pireney yarımadasının böyük bir qismi ərəblərdən təmizlənmiş və burada Aragon, Kastiliya, Navarra və Portuqaliya kimi yeni krallıqlar meydana gəlmişdi. Hətta 1479-da Aragon və Kastiliya krallıqlarının evlənməsi ilə birlikdə iki krallıq birləşərək İspaniya krallığı yaranır. Daha sonra isə sərhəddə yerləşən Navarra krallığı Fransa krallığı ilə İspaniya krallığı arasında bölüşdürülür və beləliklə İspaniya krallığı Pireney yarımadasında böyük bir ərazini əhatə etməyə başlayır. Artıq ərəblərin əlində sadəcə olaraq Granada Əmirliyi qalmışdı və 1492-ci il İspan və Portuqaliya qoşunları qalanı mühasirəyə alırlar Granadanı və əhaliyə tələb irəli sürürlər. Deyirlər, əgər ki, müsəlman və yəhudilər qapıları açsalar, onların dini inanclarına və həyat dərslərinə qarşı olmayacaq və onlar dini inanclarını sərbəst şəkildə yerinə yetirəcək və öz evlərindən qovulmayacaqlar. Lakin buna inanan müdafiəçilər qapılarını açsalar da şəhərə daxil olan xristiyan qoşunları xristiyanlığı qəbul etməmələri təqdirdə bütün yəhudi və müsəlmanların qılıncdan keçiriləcəyini, əgər ki, ağılları varsa, Pireney yarımadasını tərk etmələri barədə bir ultimatum verirlər və beləliklə müsəlman və yəhudilərin sonuncu Pireney yarımadasında qalan müsəlman və yəhudilərin İspaniya yarımadasından qaçması beləliklə 1492-də baş tutur. Onlar Şimali Afrikaya köçürlər və beləliklə səlibçilər Reconquista hərəkatını 1492-də tam şəkildə uğurla başa çatdırırlar. Bütün Pireney yarımadası müsəlman və yəhudilərdən təmizlənir və Pireney yarımadası tam şəkildə xristiyan dövlətləri olan İspaniya və Portuqaliya tərəfindən ələ keçirilir. Beləliklə səlib yürüşlərindən fərqli olaraq Reconquista hərəkatı uğurla başa çatır. Reconquista hərəkatı öz məqsədinə çataraq Pireney yarımadasını ərəblərdən təmizləməyi bacarır. Beləliklə bugünkü video izahatımız da
Bu qədər. Ümid edirəm sizin üçün anlaşıqlı oldu. Gələn video izahatlarımızda görüşənə qədər sağ olun, salamat qalın.